Amasya rayon icmasında 8 mart və Novruz bayramı münasibətilə tədbir keçirilib. Amasya rayon icması, Qadınlar Şurası və Amasya.az media qrupunun təşkilatçılığı ilə Amasya rayon icmasında 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Amasya rayon icmasının sədr müavini Elmar Hüseynov Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib. İcmanın sədri akademik Abel Məhərrəmovun Amasyalı xanımlara ünvanladığı səmimi təbriki oxunub və hər bir xanıma bayram hədiyyəsi olan gül dəstələri təqdim edilib. Mərasimdə Telli Pənah qızı Professor Həcər Hüseynova, çempion Arzu Hüseynova, Teyfə Zilfiqarova, Dürrə Vəliyeva və Bahar Qasımova çıxış edərək xanımları təbrik ediblər. Tədbirin ən duyğulu məqamları şəhid anaları Mürvət xanım, Almaz xanım, Xalidə xanım və şəhid bacısı Rəna xanımın qürur dolu çıxışları ilə yadda qalıb. Qəşəm Ağbabalının ifasında Ağbaba yallısı və Qara Zurnada sədalandırdığı Ağbaba Şörəyel havaları, Asim Pirimovun tar ifası və İrəvan Dram Teatrının aktrisası Səmaya İsmailovanın mahnıları ilə davam edən tədbirdə Novruz tonqalı ətrafında milli rəqslər icra olunub. Amasya rayon icmasının sarsılmaz birliyini nümayiş etdirən bu möhtəşəm bayram mərasimi böyük coşqu ilə başa çatıb. Tədbirin təşkilatçısı Amasya.az media qrupu olub.